Zeynəb Xanlarovadan sonra ən bahalı zinət əşyaları giyinib də televiziyaya çıxan ikinci müğənni olmuşsunuz. Çünki, yox, İlhamiyə xanımsa bunlar yaşlanıcı bir amma gənclər arasında yəni. Çünki Azərbaycan estradasına o dantelli paltarlar, o saç düzümü, o bahalı brilyantlar, sümbül, nə bilim o, bunlar seplər satlar, bunlar necə deyirlər, Nasfəri xanımdan gəlib, Zeynəb xanımdan gəlib. Siz də onu sevmişsiniz. Çünki siz onu görmüşsünüz. Gözəl qadın olmuşsunuz. Arzulanan ifaçı olmuşsunuz. Yolunuzda çəpər olmaq, bu məhkəmə satılar yox ha. Hiss etmişsiniz ki, çünki Nisa Qasımovanın da başına bunlar gəlib. Tolik aydın məsələdir ki, Olub Nasfəri xanım. Üzdə olan adam, sevilən adam mütləqdir ki, mütləqdir. Bu, mən desəm ki, yox olmuyor, bu yalan olar. Onlar bilərdilər ki, Nasfəri xanıma şansı gəlib, onlarla eyni statusda xalq artisti adı alacaq. Sizcə bilsəydilər onu eləyərdilər? Yox, elə mənlə eyni statusda xalq artisti adı alan sənət adamları da olur. Yox, onlar sizdən qabaq alıblar adlar. Amma sizi gözü götürməyib də. Əlbəttə. Ağıllarına da gəlməyib ki, siz də açıqsınız xalq artisti olarsınız. Əlbəttə olub da, bunların üstündən mən gülə-gülə, sənətimlə, başımı aşağı salıb öz işimlə, sənətimlə gülə-gülə keçmişəm. Hətta eşitdiyim o xoşa gəlməz sözlərə rağmen salam vermişəm, qucaqlayıb, öpmüşəm, keçmişəm yenə mahnılarımı ifa eləmişəm. Tamam.